Əməkdar artist Cabir İmanov vəfat edib. O, sentyabrın 29-da paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992-2001-ci illərdə Parni iz Baku KVN komandasının üzvü, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə isə KVN yay klubunun sahibi və 2000-ci ildə KVN əsrin çempionu olub. 2001-ci ildən Planet Parni iz Baku KVN teatrının aktyoru kimi çalışıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Cabir İmanov 2021-ci il oktyabrın 16-sında Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub.